dində mütəxəssis olsaydı, şəriətdə mütəxəssis olsaydı, deyərdi, hə, nəsə çıxardır, nəsə fırladır. Adam hamısında cahildir. Hamısında cahildir. Yəni, sırava adam Vasif Məmmədəliyev kimi Ziya Bünyadov ki, adama, akademiklərə indi çıxıb Meri deyir ki, olan tərcümələri düzgün deyil. Yəni, mənim tərcümələrim o, tanınmış adamlar da çıxıb onu tərifləyirlər. Bilmir. Necə? Ziya Bünyadovdan Vasif Məmmədəliyev də akademiklər idi olar. Bu çıxıb deyir ki, bəs onlar düzgün tərcümə eləyib. Yaxşı, sən nə tərcümə eləyirsən? Əcaib. Qulaq asın, əcaib. Avamlara sadəcə indi, ola bilər kimsə deyir, hicab lazım deyil. Namaz da ayda bir dəfə qıl bəsdir. Onlara ləzzət verir bu. Vallahi o yerdə olsaydı tartışmazdı. Yəni, belə getsə, Meştağa gedəcək axırda. Çünki normal adam belə şey danışmaz. Necə, sən tərcümələri qəbul eləmirsən. Qalsın 14 əsr alimlər, böyük dahi insanlar. Sən öz dilində tərcüməyə deyirsən ki, səhvlə akademiklər tərcümə eləyib. Yəni, hələ adamı qulaq asallar. Hələ adamı normal bir insan tərifləyər. Hələ mən şəri tərəfdən gəlmirəm, qardaşlar. Şəri tərəfdən o pis gündədir. Ona görə, qardaşlar, ona görə deməli,